Sürücü o yol ayrıcından geriyə dönə bilməz ki, həmin yol ayrıcı qarşısında bu nişan tətbiq olunsun. Bu nişan 3.19 geriyə dönmək qadağan nişandır. Bu nişan sola dönmək qadağası vermir. Yəni bu nişanın təsir sahəsində sürücü sola dönə bilər. Sola dönmək qadağan olan yerdən isə sürücünün geriyə dönməsi qadağan deyil. Bu nişan yalnız sola dönməyə qadağan edir və yol ayrıcının kəsişmə yerinə aid edilir. Əgər ayrıcı zolağı varsa kəsişən hərəkət hissəsində, yəni hündürə qalxmış maneə. Bu halda sola dönmək qadağan olan yerdə ayrı zolağı keçib sola dönə bilərsən. Bu nişan demək istəyir ki, bu kəsişməni sola dönmə. Geriyə dönə bilərsən, düz istiqamətdə gedə bilərsən, yaxud sağ zolaqdan sağa dönə bilərsən. Bu nişan isə məcburi hərəkət istiqaməti nişanı. 4.1.3 nişandır. Məcburi sola hərəkət nişanı. Bu nişanın təsir sahəsindən ya sola dönməlisən, ya da geriyə dönməlisən. Bu nişanın təsir sahəsinə düz istiqamətdə getmək olmaz. Həmçinin bu iki nişan da birinci kəsişmə üçün nəzərdə tutulub. Sola dönmək qadağandır, yaxud məcburiyyətli nişanlar yol ayrıcının birinci kəsişməsinə aiddir. Amma geriyə dönmək qadağandır nişanı yol ayrıcının bütün ərazisinə aiddir və ancaq bir istiqaməti qadağan edir. Məsələn, sola dönmək qadağandır nişanında geriyə dönmək olar. Geriyə dönmək qadağandır nişanında isə sola dönmək olar. Əgər iki kəsişməli yol ayrıcı qarşısında 3.18.1, yəni sağa dönmək qadağan nişanı qoyulubsa, bu birinci kəsişmədən sağa dönməyə qadağan edir. Sürücü bu yol ayrıcından sağa dönmək üçün ayrı zolağı keçib oradan sağa dönə bilər, yaxud düz istiqamətdə gedə bilər. Nişan birinci kəsişmə üçün nəzərdə tutulub, yaxud da məcburiyyətli düzünə nişanı, 4.1.1 nişanı. Bu nişan deyir ki, birinci kəsişmədən sağa dönmə. Sürücü qazonu keçib, yəni ayrı zolağı keçib oradan sağa dönə bilər. Bu nişan düz yol sahəsində, yəni yol ayrıcından kənar yol sahəsində tətbiq olunduqda, nişan növbəti yol ayrıcına qədər hərəkəti düz istiqamətdə davam etdirməyi məcbur edir, davam etdirməyi tələb edir, sola geriyə dönməyə qadağan edir. Yalnız sağ tərəfdəki bitki əraziləri varsa, məsələn meşə ərazisi, yaxud həyət əraziləri, parklanma yerləri, o halda sürücü sağa dönə bilər. Bu nişan isə məcburi hərəkət istiqaməti nişanı 4.1.6, məcburi sağa və ya sola hərəkət nişanıdır. Nişan yol ayrıcılarında qoyulur, sürücünü ya sağa ya da sola dönməyə məcbur edir. Əgər sürücü sol zolaqdadsa oradan geriyə də dönə bilər, sağ zolaqdadsa sağa da dönə bilər. Bu nişanın təsir sahəsindən sürücünün düz istiqamətdə getməyə qadağandır. Məcburiyyətli nişanların tələbindən kənara çıxan nəqliyyat vasitələri var. Məsələn, ümumi istifadədə olan nəqliyyat vasitələri, yaxud deyək ki, texnoloji nəqliyyat vasitələri, operativ nəqliyyat vasitələri üstün hərəkət rejimində olduqda, o halda onlar bu istiqamətdə düzünə gedə bilər. Əgər məcburi hərəkət istiqaməti, yaxud digər yol nişanları nəqliyyat vasitəsi növlü lövhəcikləri ilə tətbiq olunubsa, o halda həmin lövhəciyə uyğun nəqliyyat vasitələri bu nişanın tələbinə riayət etməlidir. Yəni, əgər traktor lövhəciyə tətbiq olunubsa, deməli nişanın tələbi məhz traktorlara aiddir. Yaxud yük avtomobilləri, yaxud avtobuslar, yaxud motosikletlər tətbiq olunubsa, deməli həmin nişanın tələbinə məhz həmin nəqliyyat vasitələri riayət etməlidir. Məsələn, bu şəkildə 7-4-4 lövhəci